Növbəti 6 bürc məndən küsüb ki, bəs Orxan bizi dədir də. Deyirəm, tərəzi estetik və balanslı, zərif bir billini və ya aperol onların ruh halını əks etdirir. Əqrəb, dərin və sirli, qara rom və yaxud negroni kimi sərt və gizli dadları seçirlər. Oxatan, sərbəst və macəraçı, bir shot tequila və yaxud sərbəst kokteyllər onlar üçün çox uyğundur. Oğlaq, klassik və ciddi, bir qədəh viski və yaxud old fashion kokteyli onlar üçün çox doğru seçimdir. Dolça, qeyri-adi və yenilikçi, onlar qeyri-adi içkilər, məsələn, craft kokteyllər seçirlər. Balıq, xəyalpərəst və romantik, meyvəli, yüngül içkilər onların ruh halını əks etdirir. Məsələn, seçə bilərlər Clover Club. Yenə deyirəm, mən astroloq deyiləm. Sadəcə bu bürclərin nə içdikləri mənə həqiqətən çox maraqlıdır.